Bu, dünyaya ümid verən ixtiradır. 18 il əvvəl insult keçirərək nitq qabiliyyətini itirmiş qadının nə danışmaq istədiyini biliblər. Alimlər şuurda nitqlə bağlı fikirləri real vaxtda danışıq sözlərinə çevirə bilən cihaz hazırlayıblar. Cihaz birbaşa beynin nitq mərkəzinə yerləşdirilir. Beləcə, beynin bu hissəsindən gələn siqnallar daim analiz edilir. ABŞ tədqiqatçıları beyin siqnallarını səsə çevirən süni intellekt əsaslı cihazı 18 il əvvəl insult keçirərək danışma qabiliyyətini itirmiş 47 yaşlı qadının beyninə yerləşdiriblər. Bununla mütəxəssislər müəyyən cümlələri vizuallaşdırarkən xəstənin beynindəki siqnalları elektrodlar vasitəsilə qeyd ediblər. Xəstənin insultdan əvvəlki səs yazılarından istifadə eləyərək yaratdıqları səs sintezatoru ilə fikirləri real vaxtda danışıq sözlərinə çeviriblər. Hələ təcrübə mərhələsində olsa da tədqiqatçılar cihazın bir gün danışa bilməyənlərin səs olacağına inanırlar. Bu kimi maraqlı məlumatlar və videolar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.